Azərbaycan diktatura ölkədir, bilirsən? Bu insanın üstündə şeytan var ha. Qurana Yox, bilirsən də, diktatura ölkədir, bilirsən də neftimizin pullarını yeyirlər. Türkiyədə otel alıblar 500 milyon dollara. Hayır, yaxşı eləyiblər. Verməyin, almasınlar. Yaxşı eləyiblər. Mənə. Oğurlayıblar axı, verməmişik. Götürüblər. Yox, sənin cibindən olub şey götürürlər, mənim cibimdən götürürlər. Mənə dəxlisi yoxdur sənin cibində. Hər kəs öz cibinə xəzinə. Necə mənə daxilisi yoxdur? Mənim dostlarımı, mənim millətimin cibinə götürürlər. Mənim cibimdən götürməyiblər. Mənim evimə girməyiblər. Götürməyiblər? Mən artıq söz deməyiblər. Mən nə qələt eləyərəm ki, artıq söz. Necə, qazilərin pulunu ötürüblər. Sən önəmli dörsən ki mənə. Qazilərin pulunu ötürüblər. Əlilliyi kəsilən qazilərin pulunu ötürüblər. Hə? 11 min şəhidlərə pul veriblər. Halbuki 11 min mənim burada 20 günümün puludur. Necə yəni? Veriblər də. Mənim dostum övlad böyüdü. Mənim qonşum övlad böyüdüb, əziyyətdən 18 ildən sonra aparıblar, Raskoda etmiş. Necə yəni? Mən dostum üçün narahat olmayayım. Deyim ki, qonşum üçün narahat olmuyor. Çox narahat. Narahat olmayayım mən qonşum üçün. Çox narahatsan. 100%. 100%. Çünki qısa ömür yaşayırıq. 50 il yaşayırıq, 60 il yaşayırıq. Onda 2 kimi yaşayırıq. Getmirsən ora səhərdən. Özüm... Niyə özüm üçün? Hələ prezidentin də özü üçün yaşayır, ailəsi üçün yaşayır. Nazirlərin də özü üçün yaşayır. Hələ hamı özü üçün yaşadı da nə oldu? Sən bizim üçün yaşa onda. Sən bizim üçün, mənim üçün yaşa. Mən sən üçün yox, mən millətin yaşlıları üçün yaşayıram. Sən özün üçün yaşama, bundan sonra mənim üçün yaşa. Başqa dönərəm sən. Sən bu Sən üçün niyə yaşayıram? Adın ağaraq da sən deyirsən o onun üçün yaşayır, bu bunun üçün. Hamı özü üçün yaşa. Sən kim üçün yaşayırsan? Mənim üçün yaşa. Yox, hamı özü üçün yaşamır. Hamının adından danışmır. Hamı özü üçün yaşamır axı. Bu günləri haqsız yerə türmədə yatanlar var. Bu günləri şərlənib türməyə düşənlər var. Onlar millətə görə danışıblar, tutulurlar. Bu günə bizim yüzlərlə jurnalistlərimiz içəridədir. Onlar özlərinə öyle tutulmayıblar. Deməyiblər, mənə pul ver, mənə pul ver. Deyiblər, millətin haqqını ver deyə tutulurlar. Bu günləri gül bayramı yerdə qul bayramı yazan adam özünü öldürüblər türmədə onu. O özünə görə yazıb, yox, millətə görə yazıb. Və bizim qeyrətimiz, danışanda duran qeyrətli xalq bizi. Gəl onun vətənində dedim. Amerikadayam. Hə, Amerikada. Şəriyəcələr axı. Niyə mən də cimən əsasında içəridə türmədən zəhərləyib öldürsünlər məni? Orada danışmağa nə var? Otur orada danış. Yox. Tabii. Yox, gəldim ora danışmağa. Garanti verirsən ki, mənim cimə atıb sonra içəri tutub məni zəhərləyib öldürməyəcəklər. Ay gözəl insan. Sən məni başa düşmürsən. Doğru deyirəm sənə də. Sən dedin ki, onlar rus dilində o danışır. gəl sözü var ha. Gəl sözü sukalar. Gəl sözü deyənlər polisə istəyənlərdir. Polisə dəstək olanlardır. Gəl. Mən üzünə baxanda suku oxşayıram. Gəldiyisənsə 100%. Sən dövlətin Azərbaycandır. Gəl sözünü burada şikayətini burada bildir. Amerikada oturub Kimə? nə danışırsan? Kimə şikayətimi bildirim? Bayaq özün deyirsən ki, Vəlizar pulunu verib çıxacaq. Əgər sən bu polisin pul verib adamı buraxırsan, mən sabahları qonşumu öldürərəm, bastıraram, pul verib çıxaramazlar. Ey dədə. Sabahları da məni orada şüsada edəzəndə biri məni öldürəcək, gedib söhbətlər. Sən nə qazanırsan belə? necə yəni? Bir dənə milyonçu gələcək məni öldürəcək, gedib 100 min verəcək, çıxacaq azadlığa. Məni necə ora çağıra bilərsən sən? Hansı məntiqlə çağırırsan? Onda oturub gedib orada xaricdə oturub cəmaatla danışma. Yalnız buradan durub şeydən millət. Niyə danışmayayım? Azad ölkədə danışıram da. Niyə? Bir papuqay benim qəfəsin içində yaşayır. Xaricdə niyə? Adam nədir? Ağzımıza... Sən də xeyr, sən bu dəqiqə xeyrin xaricədir bizə. Çünki niyə? Bax, orada da olsam danışıram, mənə eşidəcəksən də, düzdür? Bax, orada da danışsam, danışığımı eşidəcəksən. Burada da danışsam, danışığımı eşitsən. Fərqi nədir? Əsas odur mənim danışdığım sözü eşitdən. Afrikada danışıram, İtaliyada danışıram, Norveçdə danışıram. Bunun nə önəmi var? Gəlin mən orada 5 gün danışıb 6-cı gün türmədə olum. Mən mütləq bu lazımdır. Sənin Amerikada bekar qalan insanın sənin prezidentin qədər aylıq pul qazanır. Amma rüşvətsiz ha. Nə gözəl. Millətin pulu yemədən ha, bura bax. Aylıq 15 min manat qazanıram, sənin prezidentin rəsmi aylıq maaşı 15 min manat. Əgər o haram yeməsə, heç bir harama el uzatmasa, heç kəsin haqqını yeməsə, sənin prezidentinə başa-baş qazanan. Gör Azərbaycan nə gün ölkədir ki, Amerikada bekar yaşayan adam sənin prezidentin qədər pul qazanır. İndi gedə bilərsən.